Hamıya salam. Unreal Engine daxilində bugünkü dərsimizdə sinematiklər haqqında danışacağıq. Ümumiyyətlə bugünkü dərsimizdən etibarən bir neçə dərs daxilində ümumi sinematiklər haqqında sizlərə izah edəcəyəm. Bundan əlavə kameraların düzgün sazlanma qaydalarını, sinematik bölümündə yerləşən kinematografiya sahəsində istifadə olunan bütün alətlərin işləmə prinsipini, sərbəst kameralarla işləmə prinsipi və eyni zamanda digər məsələləri bugünkü dərsimizdən etibarən sizlərlə öyrənəcəyik. Ümumiyyətlə sinematiklər dərsi nəinki oyun proqramlaşdırılmasında, eyni zamanda dizaynerlər üçün də olduqca vacib dərslərdən biri sayılır. Çünki bildiyimiz kimi mühərrik daxilində vizuallaşdırma ilə işləyən zaman əsasən sinematik animasiyalardan istifadə olunur. Məhz buna görə də bu dərslərimiz həm oyun proqramçılarına, həm də dizaynerlərə xüsusi bir dərslər sayılır. Bu seriya dərslərimizin ilk dərsi olaraq bu dərsimizin daxilində Place Actors bölümündə yerləşən sinematik bölümündəki alətlərin işləmə prinsipini və eyni zamanda mühərrik daxilində sinematiklərlə haradan və necə işləyə biləcəyimizi öyrənəcəyik. İlkin öncə mühərrik daxilində sinematiklərlə işləmə prinsipini öyrənək. Bunun üçün viewportun yuxarı hissəsində bu bölümə keçid edirik. Burada bizə iki əsas seçim verilir. Bu seçimlər Level Sequence və aşağı hissədə gördüyümüz Level Sequence biz Shots adlı xüsusi bir bölmələrdir. İlkin gördüyümüz Level Sequence adlı bölümü seçdiyimiz zaman əvvəlcə qarşımıza belə bir pəncərə çıxacaq. Bu pəncərədə öz Level Sequence-imizi hansı qovluq daxilində yerləşdirəcəksə, məhz burada həmin qovluğu seçə bilərik və daha sonra təbii ki, Name bölümündə bu sinematikimizi adlandırmalıyıq. Uyğun qovluğu və adlandırmanı həyata keçirdikdən sonra Save düyməsinə təbii ki, klik edirik və artıq biz sinematik ilə işləyə bilərik. Bu bölümdə bizə təqdim olunmuş ikinci burada gördüyümüz With Shots adlı bölüm vasitəsilə mühərrik daxilində hazırladığımız, bundan öncə sizə göstərdiyim sekvenserləri məhz burada, bu bölüm daxilində sadə dildə desək montaj edib istifadə edə bilərik. Lakin mühərrik daxilində bu bölüm demək olar olduqca az istifadə olunan bölümlərdən biri sayılır. Çünki professional mühitdə əsasən burada hazırladığımız sekvenserləri digər kənar soflar daxilində emal prosesini həyata keçirdirik. Məhz buna görə də burada gördüyümüz ikinci seçim demək olar ki, olduqca az istifadə olunur. Növbəti Place Actors bölümündə sinematik bölümünə nəzər salaq. Burada kinematografiya sahəsində istifadə edə biləcəyimiz bir neçə alət görürük. Bu alətlər burada gördüyümüz kran adlı xüsusi bir alətdir. Sadəcə olaraq Place Actors bölümündən tuturuq və mouse'un köməyi ilə səhnənin istənilən yerində bu şəkildə buraxırıq. Bu gördüyümüz kran komponenti ümumiyyətlə kino sahəsində tez-tez istifadə olunan əsas komponentlərdən, əsas alətlərdən biri sayılır və həmin səhnəyə yerləşdirdiyimiz bu kranımızın Details bölümünə buradan nəzər salsaq, Controls adlı xüsusi bir parametr daxilində bu kranımızın idarəetmə parametrlərini burada görmüş oluruq. Misal üçün, burada Pitch adlı xüsusi bir bölüm vasitəsilə gördüyümüz kimi öz kranımızı bu şəkildə idarə edə bilirik. Yav adlı parametrin köməyi ilə bu şəkildə kranımızı idarə edə bilirik. Arm Length adlı xüsusi bir parametr vasitəsilə burada gördüyümüz kimi kranımızın uzunluğunu tənzimləyə bilirik. Və burada gördüyümüz iki bu parametrin köməyi ilə istənilən istiqamət üzrə, üfüqi və yaxud da şaqili istiqamətlər üzrə hərəkəti buradan məhdudlaşdırıb istifadə edə bilirik. Kranlar əsasən səhnədə kameralarla istifadə olunduğuna görə bunun üçün Cinematics bölümündən bir ədəd buraya kamera əlavə edirəm və burada gördüyümüz Sign Camera Actor adlı komponenti mouse'un köməyi ilə tuturam və səhnənin istənilən yerində bu şəkildə buraxıram. Onu da diqqətinizə çatdırım ki, Place Actors bölümündə, axtarış bölümündə kamera yazsaq, burada iki əsas seçim görəcəyik. Kamera Actor və Sign Camera Actor adlı iki seçim görürük. Bu iki kamera arasında əsas fərq ondan ibarətdir ki, Kamera Actor adi bir kamera komponent kimi bizə təqdim olunur. Lakin burada gördüyümüz Sign Camera Actor isə əsasən kino sahəsində istifadə olunan, bizə daha çox funksionallıq təqdim edən xüsusi bir kamera komponenti sayılır. Məhz buna görə də sinematiklərlə işləyən zaman əsasən Sign Camera Actor'dan istifadə olunur. Kameramızı bu şəkildə səhnəyə yerləşdirdikdən sonra Outliner bölümündə hər iki səhnəyə yerləşdirdiyimiz bu komponentlərimizi burada görürük və kameramızı kranımıza birləşdirmək üçün sadəcə olaraq mouse ilə həmin kameramızı tuturuq və kranımızın üzərinə bu şəkildə çəkib buraxırıq. Daha sonra Transform bölümündə Location adlı parametri bu şəkildə sıfırlayırıq və gördüyümüz kimi bizim kameramız birbaşa kranımızın ən ön hissəsində sabitlənmiş şəkildə duracaq deməkdir. Və daha sonra öz kranımızı buradan seçməklə kranımızın Controls adlı parametr daxilində
gördüyümüz kimi bu şəkildə kranımızı kameramız ilə birlikdə hərəkət etdirə bilirik. Və fikir verdinizsə, biz kranımızı hərəkət etdirdiyimiz zaman kameramız ön hissəyə doğru fokuslanmağa davam edir. Lakin burada yerləşdirdiyimiz kameramızın details bölümünə növbəti irəliləyən dərslərimizdə sizlərlə ətraflı baxacağıq. Bundan əlavə mühərrik daxilində sinematiklərlə işləyən zaman burada gördüyümüz Rig Rail adlı xüsusi bir kinematografik reyslərdən də istifadə olunur. Sadəcə olaraq bu komponentimizi mouse ilə tuturuq və səhnənin istənilən yerində bu şəkildə buraxırıq. Və səhnədə hazırda fikir versək, bu komponent bizə spline mesh şəklində təqdim olunur. Və spline dərsindən də bildiyimiz kimi, bu komponentimizin istənilən pointini bu şəkildə tutmaqla bu reysimizi istədiyimiz şəkildə burada tənzimləyib istifadə edə bilirik. Və hər bir pointi əlavə etmək üçün təbii ki, spline dərsindən də bildiyimiz kimi klaviaturada alt klavişinə sıxılı saxlamaqla bu əməliyyatı yerinə yetirə bilərik. Reysimizi səhnədə bu şəkildə tənzimlədikdən sonra və yaxud da istənilən şəkildə tənzimlədikdən sonra kameramız ilə bu reysimizi istifadə etməyi öyrənək. Bunun üçün təbii ki, səhnəyə bir ədəd kameramızı yerləşdiririk və daha sonra bu kameramızı eyni ilə kranda olduğu kimi bu şəkildə buradan outliner daxilindən birləşdiririk. Birləşdirdikdən sonra yenidən location adlı parametri bu şəkildə sıfırlayırıq və artıq burada reysimizi seçirik və daha sonra details bölümünə nəzər salsaq, burada yenidən controls adlı xüsusi bir parametr görürük. Məhz bu bölüm vasitəsilə öz reysimizi istənilən şəkildə burada idarə edib istifadə edə bilirik. Misal üçün burada current position adlı xüsusi bir parametr mövcuddur. Məhz bu parametri biz artırdığımız zaman gördüyümüz kimi bizim kameramız reysimizin üzərində bu şəkildə hərəkət etməyə başlayacaq. Və fikir verdinizsə, eyni ilə spline dərsindən də öyrəndiyimiz kimi duration adlı parametrin oxşarı olaraq burada da current position 0 və 1 arası qiymət qəbul edir. Lakin burada kameranın hərəkəti zamanı fikir verdinizsə, kamera önə doğru yenidən fokuslanmağa davam edir. Burada kameramızın hərəkətini reysimizin dönmə bucağına, yəni tangentlərinə uyğunlaşdırmaq istədiyimiz zaman burada mütləq şəkildə Lock Orientation to Rail adlı parametri aktivləşdirməliyik. Və bu parametri aktivləşdirdiyimiz zaman gördüyümüz kimi bizim kameramız birbaşa səhnədə istifadə etdiyimiz reysimizin tangentlərini təkrarlamağa başlayacaq. Məhz bu şəkildə reys və kamera komponentləri səhnədə birgə istifadə etməklə istənilən şəkildə burada istənilən effektləri işləmək mümkündür. Bundan əlavə burada Show Rail Visualization adlı xüsusi bir parametr görürük. Təbii ki, bu parametr susmaya görə aktiv şəkildə bizlərə təqdim olunur. Əgər biz bu parametri burada deaktiv etsək, bu zaman gördüyümüz kimi sadəcə olaraq bizim səhnədəki reysimiz spline şəklində bizə təqdim olunacaq. Məhz buna görə də bu bölümü bu şəkildə aktivləşdirməyimiz olduqca vacibdir. Çünki etdiyimiz bütün əməliyyatların vizual şəkildə səhnədə görmüş olacağıq. Və sonuncu burada gördüyümüz Preview Mesh Scale adlı parametrin köməyi ilə bizim həmin səhnədə yerləşdirdiyimiz reysimizin ölçüsünü buradan vizual olaraq təbii ki, tənzimləyib istifadə edə bilirik. Ümumiyyətcə mühərrik daxilində sekvensimizi düzəltdiyimiz zaman fikir verdinizsə 2 ədəd komponent əmələ gəldi. Bu komponentlər səhnədə gördüyümüz Level Sequence Actor adlı xüsusi bir komponentdir və ikinci komponentimiz Content Browser daxilində yerləşdirdiyimiz bizim nümunədə Test Sequence adlı Level Sequence Asset sayılır. Səhnədə gördüyümüz Level Sequence Actor'ımız Content Browser daxilində saxladığımız Level Sequence Assetimiz üçün bir növü konteyner sayılır. Yəni bütün səhnədəki məlumatları birbaşa Level Sequence Actor vasitəsilə Level Sequence Asset daxilinə istənilən şəkildə ötürüb istifadə edə bilirik. Məhz burada da sinematik bölümündə Level Sequence Actor adlı xüsusi bir komponent görürük. Bu komponent də bundan öncə sizə izah etdiyim kimi istənilən Content Browser daxilində yerləşdirdiyimiz Level Sequence Assetimiz üçün xüsusi bir konteyner sayılır. Ümumiyyətcə bugünkü dərsimizdə sinematiklər bölümündə yerləşən əsas kinematografik komponentlər barədə sizlərlə öyrənmiş olduq. Növbəti dərslərimizdə mühərrik daxilində qısa videoroliklər sekvens vasitəsilə necə hazırlanır, sadə bir neçə praktik nümunələrə baxacağıq sizlərlə. Bundan əlavə sekvens daxilində yerləşən əsas alətlərin işləmə prinsipi və ən əsası render məsələlərini mühərrik daxilində sizlərlə öyrənmiş olacağıq. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.